Mütləq bunu edin. Çox uzun zamandır ki, ağlınızda, fikrinizdə tutduğunuz, reallaşdırmaq istədiyiniz niyyət diləkləriniz varsa, məsələn, biri ev almaq istəyir, biri maşın almaq istəyir, birinin səhhətində problem var, mütləq edin. Nəticəni çox demirəm, 3 gün içində görəcəksiniz. Təbii ki, Rəhman və Rəhim olan Allahın adı ilə edin bunu. 1 stəkan suya 13 ayət-el kürsü, 11 İhlas surəsi. Diqqətlə qulaq asın. 3 Fələq surəsi, 3 Nas surəsi, 7 Fatihə oxuyursunuz. Oxuduqdan sonra, təbii ki, bunu oxumadan öncə bütün niyyət diləklərinizi ağlınıza gətirirsiniz, nəyin real olmağını istəyirsinizsə, dilinizə gətirirsiniz və dediyim bu duaları oxuyursunuz, suya üfləyirsiniz və bu suyu içirsiniz. Bunu 7 gün arda-arda təkrar edə bilərsiniz. Edin, çox demirəm, 3 gün içində nəticəni görəcəksiniz. Mütləq ki, çevrənizdə olan insanlarla, dostlarınızla, tanışlarınızla çox uzun zamandır ki, niyyətinin real olmağını istəyən insanlar varsa, bu videonu onlarla paylaşıb bölüşməyi unutmayın. Və bu cür videoların davamlı şəkildə gəlməyini istərsinizsə, mütləq və mütləq səhifəmə abunə olun əzizlərim.